buna sənədlər var. 10 illik məzhəb tərkibinin dəyişdirilməsi. Azərbaycanda bunların planından sonra şiələr azlıqda olmalıdır 10 il ərzində. Çünki öz planları üçün çox ciddi bir maneə görürlər. Və buna görə, yenə deyirəm, bu bir sıra təkfirçi ailələrin köçürdüblər, bu məsələ hələ yerindədir, hələ aktualdır. 10 il ərzində Azərbaycanın etnik məzhəb tərkibini dəyişdirib, əsasən qeyri-şiə etmək istəyirlər. Bunun üçün əsas yollardan biri də Azərbaycanda turançılıq, pantürkçülük cərəyanının gücləndirilməsidir. Necə? Baxın, birinci cavanın beyninə yeridilər ki, sən böyük turan qurmalısan, sən türksən, Fars sənin düşmənindir, Ərəb sənin düşmənindir, İsrail, Yəhudi haqqında onu demirlər. Bunlar hamı sənin düşmənindir. Sən şiə ol, qal, amma pantürkçü ol. Ula, bozqurd və sarı ilə. Bu birinci mərhələ. İkinci mərhələdə ondan soruşurlar. Sən bir fikir verirsən, bütün türk dünyası sünnidir. Amma sən şiəsən. Bu da baxır, deyir, doğrudan Özbəkistan, Qırğızstan, nə bilim, əlbəttə Tacikistan türk deyil, görürəm, onu da türk ölkələri sırasına gətirirlər. Türkiyə, bunlar hamısı əhli sünnədirlər. İndi bu türkmənləri demirlər. İraqda türkmənlər şiədir. Çoxları, əksəridir. Mən sünniyəm. Mən şiəm, bunlar sünnidir. Öz-özünə sual sor. Niyə? Üçüncü addımda ona deyirlər. Bilirsən niyə? Çünki Şah İsmail Səfəvi səni zorla şiə edib. Sən təzədən öz kökünə qayıtmalısan. Pantürkçülük və turançılıq ideologiyasının Azərbaycanda əsas hədəflərindən biri budur. Şiə məzhəbini tədricən o dini tellər üstündə oynamaqla dəyişdirmək. Baxın, əksər pantürkçülər gəlib dönürlər, olurlar şiənin müxalifi, ya nurçu və s. Bugün görürük, dədəsi, nənəsi şiədir. Əhl-i Beyt məktəbinin davamçısıdır. Bu televiziya klonu, mən adını çəkmirəm, bu klonluq edir. Bəzən cəmaatın dərdini danışır. Çıxıb açıq-aşkar reklam xəttinə əhl-i sünnə namazını qılır. Mən yenə deyirəm, bizim əhl-i sünnə ilə problemimiz yoxdur. Amma şiəni güclə sünni etmək və sünni güclə şiə etmək, allatmaq, bununla problemimiz var. Bu xətərlidir. Biz bununla barışmırıq. Həqiqətə baxın, Azərbaycanda pantürkçülük cərəyanının demək olar ki, böyüklərinin indi artıq şiə nifrət edirlər. Hətta şiə də desələr, Azərbaycan İslam modelini deyirlər. Bu Azərbaycan İslam modeli təfriqətçidir. Özünü ayırır o şiə dünyasından, müqavimət dünyasından. Erdoğan özünə rəhbər bilir. Bunu özünə böyük bilir, onun kölgəsinə girir. Burada da bəzi nöqtələr var, bilmirəm, vaxtı yoxdur hələ deməyə. Bəlkə də bir işarə edim. Bəzi hədislərə asısan, əgər sabah İmam Məhdi əleyhissalamın inqilabı başlayan zaman, bunun təbii ki, bir sıra bu hegemon dövlətlərlə məntəqədə problemi olacaq. Əgər sabah deyək ki, İraqda Türkiyə ilə üzləşsə, bu pantürkçülər kimin tərəfini tutacaqlar? Şiə pantürkçülər. Şiələrdən söhbət gedir. Sizcə İmam Zamanın tərəfini tutacaqlar bir ərəb oğlunun, mən deyirəm də ərəb oğlu, dırnaq arası. Bunun tərəfini tutacaqlar. Bunlar istəklərinə çatıblar artıq və çatırlar. Bunlar artıq düşməni İsraili görmürlər. Müqavimət dünyasını görürlər. Şiəni görürlər. Adı şiədir, amma şiə nifrət edir. Eynilə müaviyyə siyasəti ölkədə aparılır. Artıq belə olan halda, bu məhlulda əriyəndə hələ məzhəb müharibəsi olmayacaq. Məzhəb müharibəsi o zaman alacaq ki, səni 50%-dən aşağı salsınlar və ondan sonra yenə həmin təkfirçi cərəyanlar ölkədə fəallaşacaq. Çünki bunlar İsraili ikinci dərəcəli düşmən, hətta bilənlər də bilir, əsas düşməni şiə bilirlər. Bir də İsrailin işarəsi ilə məzhəb müharibələrinə start verəcəklər. Bəli, bu təbii ki, gec-tez biz üzü buna doğru gedirik. Məqsəndə bu panturançılıq cərəyanı da buna xidmət edir.